İrana qarşı sizin apardığınız düşmən bu mövqeyi kimə qulluq edir, nəyə qulluq edir? Ümumiyyətlə, bu epiştem məsələsi ki, yaxşı oldu ki, açıldı ki, bəzi insanlara heç olmasa gözü açılacaq. Və siz elə bilirsiniz ki, insanlar kör-körünə sizin arxanızda gələcək, deyirsiniz ki, Avropada yaşayış yaxşıdır, nə bilim, pul var, yemək var, amma namus yoxdur, qeyriyyət yoxdur. Qız, Trump kimi bir insan, hətta qızına meyil göstərən bir insan olduğu halda bu nə kişilikdir, bu nə insaniyyətdir? İnsanda vicdan, namus, əxlaq, ədəb, bunlar hamısı başqa-başqa şeylərdir. Ədəb başqadır, əxlaq başqadır, vicdan başqadır, namus başqadır. Bunlar hamısı özlərinə görə ümumiyyətlə bir amala qulluq eləsələr, hər birinin öz xüsusiyyətləri var. Bütün insanlar da bunlar cəm olmalıdır və insan bugünkü gündə